Salam dostlar, hər vaxtınız xeyir olsun, hər gününüz xeyirli açılsın inşallah. Dostlar, üç bacı dolması deyirik, yəni biz tərəfdə Qarabağda badımcan dolması deyirik. Onu bir fərqli üsulda hazırlayacağım indi mən. Yəni uşaqlar çox vaxt bilirsiniz ki, badımcanı belə rəngi qara olduğuna görə nəsə bilmirəm, bəyənmirlər. Mən özüm də badımcan dolmasını düzü xoşlamıram. Elə xoşlayıram necə, yəni badımcan mənə ziyandır ona görə. İlk sırada birinci pomidorları düzürük. Və belə hazırlayın. Uşaqlarınız yesin. Heç bilməyəcəklər ki, bu badımcan dolmasıdır. Əti də ki, dostlar, ət də necədir? Əti qovururuq da, necə dolmaya qovururuq, o cürə. İçinə ancaq pomidor vurmuruq da. Bir dənə pomidoru vurmuruq. Çünki pomidoru layla doğrayıram, ona görə. Doğrayacaqsınız daha doğrusu. Badımcanları düzürəm. Bax, bu qaydada dostlar, neçə qat olsa bu cürə hazırlayacaqsınız. İnşallah. Dostlar, badımcanı yəni təmiz soya da bilərsiniz. Yəni belə ara-bərə oradan-buradan da soya bilərsiniz. Kim necə istəsə. Yəni mən o cürə soymuşam, görürsünüz də. Dostlar, indi hamısını düzüm qutarım. Pişəndə göstərəcəm hamısını sizə. Dostlar, hamısını qat-qat yığdım. Üstünə də hardasa azca, yarım stəkan belə isti su tökdüm. Yəni əti də zaten yağlı idi. Elə çox da kim necə istəyirsə, yağlı istəyirsə biraz yağını artıq əlavə eləyin. Olmasa yəni belə. Əsl yay yeməyi. Dostlar, hardasa bir 10 dəqiqədir qaynayır. Pomidorun özünün də soğuk çıxır da, ona görə suyun az tökün, çox tökməyin. Yenə deyirəm, kim əgər yağ əlavə eləmək istəsə eləsin. Dostlar, hazırdır, pişib. Üstünə biraz da reyhan tökürəm. Yəni ətinə vurmuşdum, biraz da üstündən əlavə edirəm. 2 dəqiqədən sonra söndürəcəm. Dostlar, dolmam hazırdır. Bu da belə tənbəl, əsl tənbəl üç bacı dolması. Dostlar, bu arada da onu deyim ki, güllərim yavaş-yavaş əmələ gəlir. Çiçək açır hamısı. Bu gülüm də təzə çiçəkliyir. Çox qəşəngdir. 7-8 rəng olur. Hələ ki 2 rəng açır. Belə. Bunu da təzə əkmişəm.